Güzgüdə gördüyünüz o artıq çəkilər sadəcə estetik bir problem deyil. Bu, daxili orqanların ətrafına yığılan və onları inanın mənə boğan visceral yağların görünən hissəsidir. Bugün sizə bədəninizin mənə kömək et dediyi 3 simptomu bölüşəcəm. Birincisi, yeməkdən sonra gələn yorğunluqdur. Əgər hər yeməkdən sonra enerjili olmaq yerinə enerjiniz düşürsə və yatmaq istəyirsinizsə, bu sizin insulin müqavimətinizin demək olar ki, ən əsas sübutlarındandır. Hüceyrələriniz enerjini normal şəkildə qəbul edə bilmir və qaraciyərdə yağ olması üçün ora göndərir. Və nəticədə siz hüceyrə səviyyəsində ac qalırsınız, ancaq sizin orqanlarınız yağın içərisində boğulur. İkinci, bel çevrənizdə olan santimetrlər. Bel nahiyəsinin ölçüsü sadəcə geyim ölçüsü deyil. Elmi araşdırmalar göstərir ki, visceral piylər, yəni daxili orqanların ətrafına yığılan piylər artdıqca bunlar daxili orqanların işinə maneə törədir. Qan dövranı çətinləşir və sizin metabolik yaşınızı olduğundan 10-15 yaş daha böyük göstərir. Üçüncü, dəri rəngi və boyun nahiyəsi. Daha dəqiq desəm, boyun nahiyəsində və qoltuq altında yaranan tündləşmələr. Bunun adı akantozis adlanır. Bu bədənin bir fəryadıdır. Qəbul etdiyi şəkəri artıq normal şəkildə metabolizə edə bilmirəm deməkdir. Buna həm də daxili yağlanmanın ən son xəbərdarlığı demək olar. Arıqlamaq sadəcə hər hansı bir paltarın içərisində gözəl görünmək deyil. Arıqlamaq sizin qaraciyərinizə, ürəyinizə və gələcəyinizə verdiyiniz ən böyük hədiyyədir. Bugün özünüz üçün bir kiçik hədiyyə eləyin. Bir stəkan su için və şəkəri rasionunuzdan çıxardın. Bu videonu isə bu saydığım problemlərdən əziyyət çəkdiyini düşündüyünüz bir tanışınıza göndərin. Bəlkə onu daxili yağlanmadan birlikdə xilas edə bildik.